Salam yoldaşlar, xoş gördük hər birinizi. Deməli, isimin davamını çəkirik. Qeyd edək ki, testimiz Güvəni Test Bankındandır. Çanta sözü hansı cümlədə adlı haldadır? Çantanı mağazadan aldım. Nəyi aldım? Çantanı aldım. Təsirli haldadır, çıxacaqsan. Çantam evdə qalıb. Mənim çantam deyə bilərsən. Deyərsən də bu mənsubiyyətli və adlı haldadır. Həyatımızda çantanın tükanı qeyri-müəyyənli haldadır. Çantanın rəngi müəyyənli haldadır. Anar bacısına çantanı aldı, qeyri-müəyyən təsirli haldadır. 91. Nümunənin hansı misralarına təsirli halda olan söz işlənmişdir? Qış gəlib, qış adlı haldadır. Hər tərəf girib ağ dona yönlü haldadır. Çoxdan unutmusan sən ağ kəlməsini qeyri-müəyyən təsirli haldadır. Dayan, ürəyimi, mənim ürəyim, mənsubiyyət, i təsirli. Çıxarım ana adlıq, geyin ayağına yönlü soyuq dəyməsin. Bu qədər. Elə deməli 2 ilə 3-də təsirli var. Cavabın olur D variantı. Şeirin hansı misralarında adlı halda olan isim işlənmişdir? Qalxıb Şah dağına, şeirin hansı misrasına adlı halda olan isim işlənmişdir? Qalxıb Şah dağına, Şah dağı qeyri-müəyyənli haldadır. Şah sözü dağı yönlü haldadır. Söz istəyirəm, söz təsirli haldadır. Çatsın hay-harayım, mənim hay-harayım adlı haldadır. Deməli, 2-ni götürə bilərsən. Dinləyənlərə bu feil sifətdə ondan işin yoxdur. Mən nankor deyirəm, nacins deyirəm, nankorun nacins sifətdir. Öz ana dilini bilməyənlərə bu təsirli haldadır. Ana sözü qeyri-müəyyənli haldadır. Ona görə 2-ni seçsəysən cavabın olacaq E variantı. 93. Çıxışlı hal şəkilçisi qəbul etmiş isim. Bax müəllim, səndən nə soruşur? Səndən isim soruşur. Görürsən burada adlı hallı, məsələn burada 91-də sadəcə söz soruşdu. İsmə falan baxmadı, amma 93-də səndən birbaşa isim soruşur deyə. Məsələn burada səndən sözündə səndən kimi tələffüz olunur. Şərtdə sənə deyir ki, çıxışlı hal şəkilçisi fərqli tələffüz olunsun. Səndən sözündə səndən kimi tələffüz olunur, amma götürmürsən bunu. Çünki səndən isim soruşur. Sən sözdə əvəzlikdir. Başdan başa burada fərqi yoxdur. Dərsdən sözündə fərqi yoxdur, tələblərdən fərqi yoxdur. Gəlirsən Ağdamdan, Ağdamdan kimi tələffüz olunur. Cavabın olur B variantı. Hansı səcrə həm mənsubiyyət, həm də təsirli hal şəkilçisi qəbul etmiş, söz işlənmişdir? Onun şeirləri bu yiyəlikdir, bu mənsubiyyətdir. Azərbaycanda da yerli halda. Təhsilini başa vurduq. Mənim öz təhsili, təhsil sözün kökü, öz təhsili, i mənsubiyyət, n bitişdirici, bu bir da təsirli. Cavab olur B variantı. Təhsilini, həmişə eyni şəkilçilərdə ardıcıl gəlirsə, onun daha çox biri mənsubiyyət olur, digəri olur hal şəkilçisi. Bu gün maraqlı bir kitab oxudum. Kitab qeyri-müəyyən təsirli haldadır, anası adlı haldadır, ürəyi adlı haldadır. Çünki mənsubiyyətdir bunun şəkilçiləri. Mənsubiyyət yalnız mənsubiyyət varsa adlı halda sayılır. 95. Hansı halda olan isimlər əsasən tamlıq olur? Müəllim, ümumiyyətlə sənə deyim ki, adlı hal tamlıq olmur müstəqil. Bir də yiyəli hal tamlıq olmur müstəqil. Düzdür? Yerdə qalır təsirli, yönlü, yerli, çıxışlıq. Bunların da adətən daha çox təsirli hal tamlıq olur. 96. Hansı cümlədə mənsubiyyət şəkilçili isim adlı haldadır? Deməli, mənsubiyyət şəkilçili isim normalda adlı halda olur, amma adlı halda olmaya da bilər. Belədir ki, mənsubiyyət şəkilçili isim başqa halın şəkilçisini qəbul edəndə artıq adlı haldan çıxmış sayılır. Sən lazımdır ki, isim təkcə mənsubiyyəti qəbul edəsin ki, adlı halda sayılsın. Hansı cümlədə mənsubiyyət şəkilçili isim adlı haldadır? O gözünün önündə, mənim bax, gözü ümənsubiyyət, amma burada yiyəli hal qəbul edib, ona görə adlı haldan çıxıb. Eyni zamanda gözünün önü, önü mənsubiyyət, n bitişdirici, dadı yerli hal qəbul edib, bu adlı haldan çıxıb. Qədrini ayrılıq, sənin qədrin mənsubiyyət, görsən i təsiri qəbul edib, yenə adlı haldan çıxıb. Hicrində göz yaşı tökənlər bilər. Mən torpağam, məni ateş yandırmaz. Bu torpağımdakı mənsubiyyət deyil, şəxs şəkilçisi onsuz da bunu çıxmalısın. Gözəlləri vəfalıdır bu yurdun. Müəllim, burada yurdun gözəlləri vəfalıdır. Gözəl də sifət onsuz da bunda çıxacaqsan. Yurdun gözəlləri. Bax, burada inversiya var. Yurdun gözəlləri. Gözəlləri adlı haldadır. Amma isim səndən soruşur. Bax, bura nə soruşmuşdu? İsim. Gözəl sifətlə ona görə çıxırsan. O ayağı zəncirli, bu sarı bülbülə baxdı. O ayağı zəncirli, mənim bax, onun ayağı zəncirli, öz ayağı zəncirli. Düzdür? Ayağı sözündəki mənsubiyyətdir. Başqa halda qəbul edəməyib deyə bu mənsubiyyət şəkilçili söz adlı halda sayılır. Mənim buna niyə təsir etdiyiməyək? Gəl deyim də buna niyə təsir etdiyiməyəsən. Ayağı zəncirli. Ayağı sözə nəyi sualan verirsən? Nəyi zəncirli? Yox.
Nəyə sualın vermirsən? Onun ayağı deyə bilirsən edi cavabın. Nümunədə isimin hansı halında olan söz yoxdur. Görürsən, bir anda dağ dərəsində uçqunlar özgə bir həyat yaradır. Dağın dərəsində deməli yiyəlik, yerlik, uçqunlar adlıq özgə bir həyatı təsirlik yaradır. Mənim yerlik var, yiyəlik var, adlıq var, təsirlik var, nə yoxdur? Yönlük yoxdur. 197 E olsun. Sonra keçirik 198-ə. Hansı cümlədə eyni isim həm mənsubiyyət, həm də təsir şəkilsiz qəbul edərək işlənmişdir? Deməli, ana tikənin ən yaxşısını balasına saxlayır. Nə soruşur bizdən? Eyni isim, düzdürmü? Tikənin ən yaxşısı mənsubiyyət, sonra təsiri qəbul edir, amma isim deyil, çıx. Balasına, öz balası mənsubiyyətdə, amma təsiri yox, yönlük hal qəbul edib. Sən lazım ki, təsiri olsun, düzdürmü? Bunda çıx. Belə danışmaqla özünü biabır edirsən, özünü əvəzlikdir, çıx. Adına şeirlər, qəzəllər deyim, sənin adın mənsubiyyət, mənsubiyyətlə yönlük qəbul edib, bunda çıx. Təbiət gözəlliklərini sevməyi öyrən. Təbiətin gözəllikləri mənsubiyyət, bitişdirici, bu buraya da təsir cavabın olur, D variantı. Deyəcəklərinizi, bu deyəcəkləriniz isim deyil. Gözəllik isimdir, yaxşı müəllim. Gözəl deyil, ha bu gözəllikdir. Hansı cümlədə təsiri hallı isim işlənməmişdir? Dram teatrı yeni tamaşanı hazırlayır. Nəyi tamaşanı təsirlikdir? Danışdıqca dərd azalır deyirlər. Danışdıqca dərd azalır deyirlər. Burada isim yoxdur. Dərd adlı haldadır. Danışdıqca bundan işin yoxdur, o feildir. Cavabın olsun B. Yaxşılığı təsirlikdir. Ayran olmasın əllərimizi. Bizim əllərimiz mənsubiyyət, bu təsirlikdir. Bacılığını təsirlikdir. 100-ə baxırıq. Hansı cümlə mənsubiyyət şəkilçilə qeyri-müəyyən yiyəli halda olan isim var? Olan isim. Nicat kənd təsərrüfatı sərgisində, kənd təsərrüfatı, onun təsərrüfatı, bu mənsubiyyətdir. Kənd təsərrüfatı sərgisi, kənd təsərrüfatının sərgisi. Təsərrüfat sözü qeyri-müəyyən yiyəli haldadır. Həm də mənsubiyyət şəkilçisi qəbul edib. Kənd təsərrüfatının sərgisi olmalıdır. Ona görə cavabın olur A variantı. 101. Hansı cümlədə 3 müxtəlif halda olan isim işləmişdir? Aha. Ağac bar verəndə başını aşağı əyər. Ağac adlıqdır. Bar təsirlikdir. Başını təsirlikdir. Aşağı dikər. Bu da ancaq adlıqan təsiri yoldur. Daha sonra. Evin yaraşığı uşaqdır. Evin yaraşığı. Bu yiyəlikdir. Yaraşığı adlıqdır. Mənsubiyyət qəbul edib. Uşaqdır adlıqdır. Süfrənin yiyəlikdir. Yaraşığı yenə adlıqdır. Bunu da çıx. Qurunun oduna yaş da yanar. İsim deyirsən, düzdür. Quru ilə yaş burada sifətdir. Bunu çıx. Burada isim yoxdur. Arxa su gələnə qədər arxa yönlükdür. Su adlıqdır. Qurbağanın yiyəlikdir. Canı adlıqdır. Görsən burada nə oldu? Adlıq oldu. Yiyəlik oldu. Arxa yönlük oldu. Düzdür. Ona görə cavabın olsun D variantı. 102. Hansı cümlədə fərqləndirilmiş söz adlıq haldadır? Xəstənin vəziyyəti yiyəlikdir. Elə bir ki, demişəm də sizə birinci tərəfdə həmişə olur yiyəlik, ikinci tərəf olur mənsubiyyət. İndi bax, xəstənin vəziyyəti yiyəlik, mənsubiyyət. Bu gün palataya ağır xəstə gətirilir, xəstəlik gətirilir, qeyri-müəyyən təsiri haldadır. Biz xəstəmizi, xəstəmiz mənsubiyyətdir, amma bu təsiri hal qəbul edib. Həkimin xəstəsi bu gün əməliyyat olunmalıdır. Bəli, həkimin xəstəsi burada təkcə mənsubiyyətdir. Başqa heç bir şey yoxdur. Xəstənin müayinə otağına aparın. Kimi xəstənin təsiri haldır. 103. Nümunədə hansı halda olan isim yoxdur? Tərifdən qorxuram. Nədən tərifdən? Nədir çıxışlıq halda? Qorxuram yaman. Onun fitnəsində isim deyir. Bax, onun sözünə baxma. Onun fitnəsindən nədir? Çıxışlıq haldır. Heç bac almalıyam. Yoluma nədir? Yönlük haldadır. Gül səpən, gülü səpən təsiri haldadır. Tərif yanından, tərifin yanı yiyəlik haldadır. Saymazda keçməyi bacarmalıyam. Mənim bax, çıxışlıq oldu, yiyəlik oldu, yönlük oldu, çıxışlıq oldu, təsiri oldu. Nə yoxdur? Adlıq yoxdur.
104. Şeir parçasına işləmiş isimlərin hansı halda olduğunu göstərildiyi bəndi müəyyənləşdirin. Deməli, nə olmalı? Şeir parçasında işlənmiş isimlərin, baxaq, şahın yiyəlik, ciyərinə yönlük, xəncəri təsirlik vurdu. Şam söndü adlıq, Xosrovun ürəyi yiyəlik, adlıq söndü. Mənim yiyəlik var, şahın sözü yiyəlik idi. Ciyərinə yönlük idi, xəncəri təsirli idi. Şam söndü adlıq idi, Xosrovun yiyəliyi idi, ürəyi yenə adlıq idi. Çünki məsbət qəbul eləmişdi. Cavabın olur ilə A variantı. 105. Yeməyini yalqız yeyən yükünü özü qaldırar cümləsində isimlər. Mənim isim sənədir. Yeməyini təsirlikdir, yalqız yeyən yükünü təsirlikdir, özü çıx qaldırar. Elə ancaq bura təsirli olacaq. Təsirlikdə olsun D variantı. Davam eləyək. Dolça və kuzə sözlərini hallanarkən hansı halda yazılışı tələffüzündən fərqli ola bilər? Mənim yönlük halda dolçuya, kuziyə. Yaxşı. Dolçuya, kuziyə deyəcəyik. Ona görə yönlüyü seçirsən. Məsələn, bax, dolçanın fərq olmur, dolçada fərq olmur, dolçadan fərq olmur, dolçanı fərq olmur. Amma yönlükdə fərq olmuş olacaq. 107. Sözlərin hansına təsirli hal şəkilçisi artırılsa fikir doğru olar. Palto həmçinin mənsubiyyət şəkilçisi söz kimi düşünülə bilər. Sözlərdən hansına təsirli hal şəkilçisi artırılsa fikir düzgün olar. Palto həmçinin mənsubiyyət şəkilçisi söz kimi düşünülə bilər. Düzgün olmaz deyir. Bəli, bu paltonu məsələn təsiri artırsa onu mənsubiyyət kimi düşünə bilərsən də. Fikir söz kökdəki ikinci sayı düşər. Bəli, düşər. Quzu özündən əvvəl S samitini tələb edər. Mənim təsirlik deyir, düzdür. Bu təsirlikdə niyə bitişdirici S samitini tələb edəsin? Gəlin baxaq. Quzunu. Mənim görsən N tələb elədi, S tələb eləmədi. Cavabın olur C variantı. Meşə cümlədə tamamlıq alır. Bəli, 5 isimin halına cavab verər. 5 isimin sualına cavab verir. Bəli, mən 5-i. Nəyi? 108. İsimin hansı halda işlənən söz xəbər ola bilmir. Bunu əzbər bilməlisən, təsirlikdir. Daha sonra baxırıq 109-a. Hazırlıq mərkəzləri hər il minlərlə dinləyici qəbul edir. Hazırlığın mərkəzləri dinləyicini qəbul edirlər. Yiyəlik, yiyəlik, adlıq, təsirlik. Yiyəlik, adlıq, təsir, yiyəlik, adlıq, təsirlik. 109 olsun. D variantı. 110. Hansı cümlədə ağac sözü qeyri-müəyyən təsir alır? Ağac bar verəndə başına aşağı düşər. Burada adlıq haldadır. Bağban ağacı suladı. Qeyri-müəyyən təsirlikdir. Burada müəyyən təsirlikdir. Bunu çıx. Qeyri-müəyyənə müəyyən dəyişik salma. Sənin qeyri-müəyyən istəyir. Düzdür? Buradakı müəyyəndir axı. Ağac kökündən qurumuşdur. Nə qurumuşdu? Ağac burada adlıq haldadır. Daha sonra Elçin həyatda ağac əkdi, ağacı əkdi. Hə, bu qeyri-müəyyən təsir alır. Qoz ağacının bu yeri haldadır. Hansı nümunədə isim eyni zamanda həm mənsubiyyət həm də hal şəkilçisi qəbul etmişdir. Bal tutan barmaq yalar. Barmağı yalar yalnız hal olacaq. Ağac bar verəndə başını, öz başı mənsubiyyət, n bitişdirici, ıda təsir elə cavabın olur B variantı. 112. Hansı cümlədə həm yiyəli halda, həm də təsirli halda olan söz işlənmişdir? Dünən bazar günü idi. Bazar günü bazarın günü. Yiyəlikdir. Bu mənsubiyyətdir. Bunu çıx. Qonaqlar evi asan tapdılar. Qonaqlar adlıqdır. Evi təsirlikdir. Bunu da çıx. Sən azmı yiyəli olsun, bir də təsirli olsun. O iclas vaxtı qəzet oxuyurdu. İclasın vaxtı qəzeti oxuyurdu. C-ni götür olsun cavabı. İclas qeyri-müəyyən yiyəli haldadır. Qəzet də qeyri-müəyyən təsirli haldadır. 113. Onun yaddaşında ötən illərin acı xatirələri yaşayır. Cümləsində adlı xallı isim müəyyənləşdirin. Onun adlı xallı isim deyir. Düzdür, o əvəzdir, bunu çıx. Yaddaşı, mənsubiyyət daha da yerlikdir. Ötən illərin xatirələri. İllərin yerlikdir, xatirələri yaşayır. İllərin xatirələri, belə, illərin yerlikdir, xatirələrin idə mənsubiyyətdir. Cavabın olsun da variantı. 114. Müdir sözü hansı cümlədə adlı halda işlənib? Müdirin fikrini hər kəs bəyəndi. Birləşmə yaradıbsa yiyəlikdir. Çıx. Müdirin işi çox təriflədir. Sənin müdirin deyə bilirsən, deməli mənsubiyyətdə adlı haldadır. Müdirin yenidən qayıtmağı. Müdirin qayıtmağı yiyəlikdir. Müdirin narazılığı yiyəlikdir. Müdirin işi yiyəlikdir.
Cümlələrdən birinin altına xətt çəkilmiş söz isimin təsiri halındadır. Onun səsi elə ilahi vericisidir. Deməli, nəyə soruşur bizdən? Təsiri haldadır. İlahi vericisi, ilahinin vericisi qeyri-müəyyən haldadır. İşi çox ağır idi. Onun işi mənsubiyyətdir. Yazı yazmağı öyrəndi. Nəyi yazmağı? Yazı yazmağı. Yazını yazmağı. Bu qeyri-müəyyən təsirlidir. Cavabın olsunca. Dərdi böyük dərddir. Onun dərdi deyirsən mənsubiyyət olur. Armudu seçəndə bu armudu leksik şəkilçidə burada sifət yaradıb. Daha sonra baxırıq 116-cı suala. Qeyri-müəyyən təsiri halda olan isim hansı cümlədədir? Onun qara gözlərinin, onun gözlərinin bulağında bir damla göz yaşı parladı. Burada təsiri halda var, amma qeyri-müəyyən təsiri halda yoxdur. Qara gözlərinin bulağında bir damla göz yaşı heç bura müəyyən təsiri halda yoxdur. Ümumiyyətlə təsiri yoxdur. Daha sonra dərələrdən yarpız, dağların döşündən kəkli otu yığırlar. Yarpızı yığırlar, kəkli otunu yığırlar. Qeyri-müəyyən təsiri haldadır. Məktəb direktoru bu mənsubiyyətdir. Oğlanın üzü, əlləri mənsubiyyətdir. Saçı yenə mənsubiyyətdir. Qızlar çəmənlikdə gəzmək istədilir. Burada heç bir şey yoxdur. 117. Hansı bənddə şair sözü qeyri-müəyyən yerli haldadır? Şair ola bilməzsən anan doğmasa. Şair ola bilməzsən adlı haldadır. Şairin ömrü yerli haldadır. Amma sən azmı qeyri-müəyyən yerli olsun, düzdür? Şairin ömrü hamiyə burada müəyyən yerlikdir. Şairim ömrünü keçirməkdir. Şairim ömrünü keçirməkdir. Mənim şairim mənsubiyyətdir. Şair ömrü qısa, lakin mənalıdır. Şairin ömrü, burada deyə bilərsən ki, qeyri-müəyyən yerli haldadır. 118. Çiçək sözü hansı cümlədə adlı halda işlənib? Belə gözəl çiçək görməmişəm, çiçəyi görməmişəm təsirlidir. Bu çiçəyi hər kəs bəyənir. Nəyi çiçəyi təsirlidir? Çiçək ətri, çiçəyin ətri yeyəlikdir. Çəmənlikdə yeni çiçək əkdilər, çiçəyi əkdilər təsirlidir. Nərgiz gülünün çiçəyi, onun çiçəyi deyirsən, deməli mənsubiyyətdir. 119. Fikirlərə uyğun söz hansı cümlədə işlənmişdir? Mənsubiyyət şəkilçili qəbul etdiyinə görə kökündəki saiti itirmişdir. Mücərrəd isimdir, adlı halda deyil. Çobanın qoynunda bir cüt quzu vardı. Burada qoynunda sözü mənsubiyyət qəbul edildiğinə görə saiti itirib, amma mücərrəd deyil, axı qoyun qucaq mənasında konkret olur. Ha, bu məsələ barədə öz fikrini söyləmişdi. Mənim bax, fikir sözü mənsubiyyətə görə saitini itirib, öz fikri. Adlı halda deyil, təsiri haldadır. Bir də mənsubiyyət şəkilçisi qəbul edir. Buna görə 119-cun cavabı elə olsun B variantı. 120. Nümunədə ismin hansı halında olan söz yoxdur. Əlimə bir əlimə yönlükdür. Bir açar verib, açarı təsirlidir. Dövlət, bir açar verib ki, dövlət adlıqdır. Daşdan çıxışlıqdır. Gövhərlər çıxaram, gövhərləri təsirlidir. Əlbət. Deməli, nə yoxdur? Çıxışlıq var, adlıq var, təsirlik var, yönlük var, amma deyəsən yiyəliyimiz yoxdur. Cavab olsun nə variantı? Hansı nümunədə mənsubiyyət şəkilçili söz qeyri-müəyyən təsirli haldadır? Kim sitəm qılıncı qaldırsaya ki, mənim sitəm qılıncı onun qılıncı deyirsən mənsubiyyətdir. Amma sitəm qılıncını qaldırsa, bir dənə də burada gizlənib qeyri-müəyyən təsirli hal deməli ora variantı. Ananın məsuliyyəti ilə təkcə müəyyən yerli haldadır, daha doğrusu adlı haldadır, burada təsiri ola bilməz. Lazım olmayan söhbətləri burada da təsiri haldadır, müəyyən təsiri haldadır. Sayanın quluyam, saymayanın ağası burada da mənsubiyyətdir. Direktor şagirdləri burada da təkcə müəyyən təsiridir. 122. Yönlü halda hala aid hansı fikir səhvdir? Məsafə istiqamət mənası mənalı qoşmaları artırıla bilər. Bəli. Evə kimi, evə sarı, evə tərəf və s. Çıxışlıq hala əks məna bildirir. Bəli, yönlü ilə çıxışlıq bir-birinə əks bildirir. Həm isim, həm də isimləşmiş sözlər bu halda ola bilər. Bu da doğrudur. Yara, başa sözlərindəki leksik şəkilçi ilə amonimdir. Bu da doğrudur. Bu halda olan sözlər cümlədən xəbər ola bilmir. Xeyr, mənim xəbər ola bilir. Xəbər olmayan hal təsirli halda. 123. Qeyri-müəyyən təsirli halda işləmiş isim hansı cümlədir? Fərid anası məktub yazdı, məktubu yazdı. Görsən mənim elə qeyri-müəyyən təsirli haldadır. Hansı cümlədə mənsubiyyət şəkil... Mən bilirsiniz, bunun çox vaxt getməsində ya da davamını oxumuram. Bu təsirli halda, məsələn, kitabları
müəyyən təsiri haldadır. Qələmi çantaya qoydu, müəyyən təsiri haldadır. Məktəb direktoru yiyəlik haldadır. Kitab bilik mənbəyidir. Kitab adlı haldadır. Bilik qeyri-müəyyən yiyəlik haldadır. 124. Hansı cümlədə mənasibət şəkilçisi qəbul etmiş söz adlı halda deyil? Bəli, mənasibət şəkilçisi qəbul etmiş söz adlı halda olmaması üçün nə olmalıdır? Deməli, hansısa başqa hal qəbul etməlidir. İndi baxaq. Azərbaycan dili inkişaf etmiş dillərdən biridir. Burada Azərbaycan dili mənsubiyyətdir. Dili sözü mənsubiyyət. Elə mənsubiyyətdə qalır, çünki başqa heç nə qəbul eləməyib. Deməli, adlı haldadır. Bu komanda əsl ingilis futbolu oynayır. Bax, mənim ingilis futbolu mənsubiyyətdir, amma ingilis futbolunu oynayır. Bir də qeyri-müəyyən təsir hal gizlənib bura. Deməli, futbol sözü burada adlı halda olsa da, mənsubiyyət şəkilçisi qəbul eləsə də, amma adlı halda sayılmayacaq, çünki qeyri-müəyyən təsir halda olacaq. Onun üçün cavabım B-dir. Bu danışıqlardan sonra rəhbərləri nəhayət ki razı oldu. Onların rəhbərləri razı oldu. Elə adlı halda qalıb. Elmlər Akademiyası mötəbər qurumdur. Burada akademiyası mənsubiyyətdən başqa heç nə qəbul eləməyib. Onun ailəsi burada mənsubiyyətdən başqa heç nə qəbul eləməyib. 125. Qeyri-müəyyən yiyəli hallı isimlərin birini müəyyən yiyəli hala çevirmək olmur. Məktəb qapısı, məktəbin qapısı. Gəncə şəhəri, Gəncənin şəhəri. Kişi sözü, kişinin sözü. Vətən həsrəti, vətənin həsrəti. Çörək ətri, çörəyin ətri. Mən belə rahat artıra bilirsən. Amma Gəncə şəhəri, Gəncənin şəhəri deməyin düz olmayacaq. Çünki şəhər Gəncənin deyil, axı şəhər hamınındır. 126. Hansı cümlədə qeyri-müəyyən yiyəli halda olan iki isim var? Cəlalın cavabı müəllimi qane etdi. Qeyri-müəyyən yiyəli halda olan sənə deyir, düzdür? Cəlalın bir dənə müəyyən yiyəli haldadır, başqa heç qeyri-müəyyən yiyəli hal yoxdur. Hamısı iftar süfrəsi. İftarın süfrəsi ətrafında toplaşır. İftarın süfrəsinin ətrafında. Süfrəsinin ətrafında. Görürsən, iftarda qeyri-müəyyən yiyəli halı, süfrədə qeyri-müəyyən yiyəli halı. Cavabın olur B variantı. 127. Təsiri hallı söz əsasən hansı cümlə öz vəzifəsində olur? Əsasən bayaq dedik tamamlıq. Qeyri-müəyyən yiyəli hallı sözlərdən birini müəyyən yiyəli hala çevirmək olur. Bulağın suyu, mənsubiyyətin şəkilçisi. Mənsubiyyətin şəkilçisi deməyəcəkdir. Şəkilçi mənsubiyyətin deyil. Sadəcə adı ilə mənsubiyyət şəkilçisidir. Daha sonra bax, sinifin jurnalı, məhəbbətin odu, şəhərin sakini deyə bilərsən. 129. Nümunədəki yiyəli hallı sözləri müəyyənləşdirin. Qayıt yerinə qoy ayı, günəşi, qayıt gözüm nuru. Qayıt yerinə qoy ayı, günəşi. Nə lazımdır bizə? Yiyəli hallı söz lazımdır. Qayıt gözüm nuru, gözümün nuru, könlümün ateşi. Gözümün, görsən qeyri-müəyyən yiyəli haldadır. Könlümün, bu da qeyri-müəyyən yiyəli haldadır. Yenə olduğu tək görüm həyatı, qayıt sahmana sal bu kainatı. Mənim gözüm sözünün könlüm sözü qeyri-müəyyən yiyəli halda olmuş oldu. 130. Hamı mərkəzdən icra nümayəndələrinin gəlməsini gözləyir cümləsində hansı halda olan isimlər işləmişdir? Hansı halda olan isimlər? Mərkəzdən çıxışlıq, icra nümayəndələri, icranın nümayəndələri yiyəlik, nümayəndələrinin yenə yiyəlik, gəlməsini gözləyir. Çıxışlıq, yiyəlik, yiyəlik. Var mı elə bir cavabımız? Yalnız çıxışlıq və yiyəlik. Bəli, yalnız çıxışlıqla yiyəlik. Daha sonra baxırıq 131-ə. Hansı cümlədə dan şəkilçisi ismin çıxışlıq halının şəkilçisidir? Qəfildən vurulan, bu qəfildən zərf düzəldir. Bunu çıx. Daha sonra qəsdən, burada qəsd sözün köküdür. Əndir. Burada heç dandən yoxdur. Düzdür? Çoxdan var burada. Burada zərf düzəldir. Bunu da çıx. Leksik şəkilçidir. Anasının ucadan burada zərf düzəldən leksik şəkilçidir. Bərkdən burada zərf düzəldən leksik şəkilçidir. Xatirələrini həmişə məktəbdən, buna artıq çıxışlar şəkilçisi deyə bilərsən. Çünki nədən, haradan sualına cavab verir. 132. Oğul beyin burun ağı sözlərinin şəkilçisi artıraraq 3-2 hecalı və 1-3 hecalı söz alınmışdır. Bu sözlər ismini hansı alınır? Müəllim, 1, 2, 3, 4 sözdə düzdür. Bunlar bilirsiniz ki, yalnız mənsubiyyətdə saytı itirən sözdür. Əgər burada 3 dənə 2 hecalı söz alınıbsa, deməli 3-ü mənsubiyyət şəkilçisi qəbul edib saytını itirib. Necə? Bax. Oğlun. Gördün, mənsubiyyət qəbul edib saytını itirdi. 2 heca qaldı. Beynin, burnun. Deməli 3-ü 2 hecalısa, deməli 3-ü adlı haldadır. 1-i 3 hecalısa, deməli həmin biri yiyəli haldaymış. Niyə müəllim? Məsələn, burun sözü, burun sözü. Burun sözün kökü un, yiyəlik. Bu yalnız mənsubiyyətdə saytı itirir. Mənsubiyyət qəbul edilməyib deyə saytı itirməyib. Saytı itirməyib deyə 3 hecalıdır. Saytı itirsəydi 2 hecalı olacaqdı.
Ona görə elə bu testin cavabı olacaq B variantı. 3 adlıqdır, 1 yiyəlikdir. 4 deyirdi, 3 olmalıdır ki, yox. 130. Hansı cümlədə həm mənsubiyyət, həm də təsirli hal şəklində qəbul edilmiş isim işlənmişdir? Deməli, o meyvələrin yaxşısını, mənim yaxşısını qəbul edib, amma yaxşı isim sənədir, bu da isim deyil. Qocaman aşıq əlinə daha saz almırdı. Qocaman aşıq əlinə daha saz almırdı. Bu təkcə qeyri-müəyyənli halda, təsirli halda daha doğrusu. Əlinə də buradakı i mənsubiyyətdir, bu da yönlük haldadır. Amma sənə təsirlik deyilir. Deməli, baxın, təkrar edirəm. Buradakı mənsubiyyətindən yönlükdə. Məsələn, mənsubiyyətin təsiri lazımdır. Həkim ürək xəstəsinin ürək xəstəsi mənsubiyyət, bu ində yeyirik. Nəbzini. Bu söz işinə yaramırsa, amma nəbzi sözünə bax. Onun nəbzi mənsubiyyət, bu idə təsiri. Görsən, mənsubiyyətdə həm də təsiri qəbul edib. Cavab olur C variantı. 134. Hansı nümədə adlı hallı isim işlənmişdir? O suallara inamla cavab verir. Sualları yönlük haldadır. Başqa burada isim yoxdur. Məhəmməd Həsən əmi görsən adlı haldadır. Cavab olur B variantı. Biz həvəslə dərslərimizə təsirlikdir. Dərslərimi təsirlikdir. Üçün xəcalət çəkirdi. Burada ümumiyyətlə isim yoxdur. 135. Hansı sözün işləndiyi hal dəqiq müəyyən etmək mümkün deyil. Könüldür, ağıldır, oğuldur, ovucdur. Bunlar yalnız mənsubiyyətdə sahit itirir. Sahitlərini itirir. Deməli, yalnız mənsubiyyətdir. Qulağın sözü bilə bilmirsən, yiyəlikdir yoxsa mənsubiyyətdir. Hazırlıq mərkəzləri hər il yüzlərlə dinləyici qəbul edir. Dinləyicini qəbul edir müəllim. Dinləyicini. Dinləyici sözü qeyri-müəyyən təsirli halda olur. Qeyri-müəyyən təsirindən qeyri-müəyyən yiyəlik hansı sual, yalnız nə sual? Ay müəllim, dinləyici adamda axı niyə nə sual verir sonra? Qeyri-müəyyən halda olan söz insan olmur, nə olur olsun. Yalnız nə sualına cavab verəcək müəllim, yadında saxla. 137. Hansı cümlədə ağac sözü adlı haldadır? Ağac kölgəsində istirahət edirdi. Ağacın kölgəsində yiyəlik halda alça ağacı bar vermişdi. Onun ağacı, alçanın ağacı cavabın B-dir. Ağacı yazda budayalar təsirlikdir. Ağacı qurtiyar təsirlikdir. Ağac çoğuşunda, ağacın çoğuşunda. Bu da yiyəlikdir. 138. Biz Bakının ilk səadət çıraqları cümləsində qeyri-müəyyən yiyəlik halda işləmiş ismi müəyyən edin. Səadət çıraqları, səadətin çıraqları. Nümədə işləmiş isimlər hansı haldadır? Xoşbəxtlik istəsən, xoşbəxtlik isimdir. Xoşbəxtliyi istəsən təsiri olur. Xoşbəxti tanı. Kimi tanı xoşbəxtdən? Yenə təsirlikdir. Xoşbəxt edər. Çünki insanı. Mənimlə bunun cavabı olacaq. Yalnız təsirlik. C variantı. Xoşbəxt edər. Çünki insanı. Xoşbəxtlik istəsən, xoşbəxti tanı. Bax müəllim, burada məntiq nədir? Burada məntiq budur ki, bu xoşbəxtlik qəbul edib isimdir. Amma xoşbəxtlər heç nə qəbul edib də sifətdir. Yaxşı olur, bu xoşbəxt seçməyimiz düzdür. Görsən bax, hamısı sifətdir. Bir dənə burada xoşbəxtlik sözü isimdir. O da təsirli haldadır. Xoşbəxtliyi istəsən. Cavabın olur C variantı. 140. Sözlərin birinin hansı halda işləndiyini dəqiq söyləmək mümkündür. Müəllim, bax, burada yalnız könül sözü bilirsən ki, yalnız mənsubiyyətdə sahit itirir. Bunun sahiti düşmez, deməli mənsubiyyətdir. Mənsubiyyətsə deməli adlıq haldadır. İsimin sözü bilmirsən yiyəlikdir yoxsa adlıqdır. Bilmirsən yiyəlikdir yoxsa adlıqdır. Bilmirsən yiyəlikdir yoxsa adlıqdır. Bilmirsən yiyəlikdir yoxsa adlıqdır. Daha geniş desək bilmirik. Yiyəlikdir yoxsa mənsubiyyətdir. Mənsubiyyət deyil, adlıq deməkdir. 141. Hallar üçün aşağıdakı isimlərin hansının kökü dəyişməz? Mənim hansının kökü dəyişməz? B-nin kökü dəyişməz. Çünki B-nin yalnız mənsubiyyətdə kökdəki sahitini itirir. Hal ona heç bir təsir eləməyəcək. 142. Hansı nümədə təsirli halda olan isim var? Baxaq. Deməli. Gözəl qız, sən saf susan. 2 qəlb arzususan. Mənim qız adlı haldadır. Su da adlı haldadır. Qəlbin arzusu bu yiyəlik hallar. Bunu çıx. Sizin güldüyünüz çoban torpağı nizamiləri, füzuliləri yetirmiş. Görsən bu təsirli haldadır. Qeyri-müəyyən təsirli. 143. Qeyri-müəyyən hal isimlərin birini müəyyən hal çevirmək olmur. Füzulinin şeiri, dağın havası, ananın sevgisi, şairin sözü, yazının taxtası deməyəcəksən. 144. Tərkibdə qeyri-müəyyən yiyəlik halda olan söz işləmiş cümləni müəyyənləşdirin. Mənim bu işdən xəbərim yoxdur. Mən burada qeyri-müəyyən yiyəlik hal etsin yoxdur.
Səhərin mehi saçlarına oxşuyur. Burada da yoxdur. Səhər bağçada bir sərçə dən yeyirdi. Burada da heç nə yoxdur. Lətif tənəkdən ən iri salxımı dərib uşağa verdi. Burada da yoxdur. Yer kürəsi, yerin kürəsi. Edi cavabını. 145. Harda qaldı bu 145? Uşağa dəri plaş aldım cümləsində isimlər. Dəriyə sifət demə, materiallar isimdir. Uşağa yönlükdür, dəri adlıq halda, plaş təsiri haldadır. Yönlük adlıq təsiri. Var mı elə bir cavab? Yönlük adlıq təsiri. Eyb sözü hansı hallarda, ümumiyyətlə bütün material isimdir. Dəri, yun, qızıl, gümüş hamısı isim olacaq. Eyb sözü hansı halda işləndikdə kökün son saiti düşməyəcək. Müəllim, adlıq halda düşməyəcək. Bir də nə də düşməyəcək? Samit nə olanlara düşməyəcək? Yerliklə çıxışlıq, yaxşı. Saitlərə düşəcək. Cavab nə olur? B variantı. Çünki buna saitlə başlayan nəsə artıranda düşür. Yerliklə çıxışlıq biri dadədir, biri dandəndir. Samitlə başlayaq. Adlığında ümumiyyətlə şəkilçisi yoxdur. Deməli, cavab olur B variantı. 147-yə baxaq. Sözlərin hansına ismin yönlük halının şəkilçisini artırsa, fikir düzgün olar. Nəvə sözünün əvvəl düzgün olmaz daha doğrusu. Y samit tələb edər. Bəli, nəvəyə. Fikir söz kökdən ikinci sayı düşər. Bəli, fikrə. Qələm cümlədə tamamlıq olar. Deyə bilərsən qələmə. Ev cümlədə yer zərfəsi var evə. İgid qrammatik mənası dəyişib isim olar. Mən xeyr, nə artırsan eləyəcək. İgid sifətdir ki, sifət olaraq qalacaq. Sadəcə isimləşə bilər. Onun üçün bunun cavabı olur E variantı. İgid isimləşəcək, amma qrammatik mənası dəyişib isim olmayacaq. Yenə sifət olaraq qalacaq. 148. Hansı cümlədəki fərqləndirilmiş söz adlıq haldadır? Sahibə məndən kitab aldı. Kitabı aldı təsirlikdir. Daha sonra məktəb direktoru məruzə etdi. Məktəbin direktoru yeğlikdir. Dərs cədvəli, dərsin cədvəli. Təmirdən sonra otaqlar işıqlı görünürdü. Nə görünürdü? Otaqlar görünürdü. Heç nə artıramırsan adlıq haldadır. Günəş şüaları, günəşin şüaları yeğlik haldadır. Qeyri-müəyyən yeğlik. 149. Çıxışlar şəkilsi qəbul etmiş söz hansı cümlədə yazılışından fərqli tələffüz olunur? Bu tələbələrdən olduğu kimi tələffüz olunur. Başdan olduğu kimi tələffüz olunur. Söz deyir, düzdür. Söz deyirdi. Artıq bura səndən sözü seçə bilərsən. Biraz əvvəlki testdə isim deyir deyə səndən çıxırdıq. Burada isim demir. Söz deyir deyə səndən götürə bilərsən. Çünki səndən kimi tələffüz olunacaq. Daha sonra dərsdən olduğu kimi qalır, şəkildən olduğu kimi qalır. 150-yə baxaq. Bunun şəkilçisi həm hal həm də məsbə şəkilçisi düşünmək olar. Eybin düşünmək olar, amma burada düşünmək olmaz. Çünki burada oğuldur, çiyindir, ovucdur, ağıldır. Yalnız mənsubiyyətdə saytındır. Heç vaxt yeğli ola bilməz. 151. İsimin təsiri və yeğli hallar üçün ortaq olmayan xüsusiyyətləri müəyyənləşdirin. Müəyyən qeyri-müəyyən ola bilər. Bəli, hər ikisi təsriflənən feilləri. Xeyr, mənim yeğli hal təsriflənən feillə əlaqəyə girmir. Cavabım B-dir. Nəticələr düzdür. 152. Baxaq 152 hardadır? 152. Hansı halda işləmiş söz kökündəki açıq sait tələffüzə qapalı saitə çevrilir? Mənim yönlük halda həmişə yox, daha çox açıq sait qapalı saitə çevrilir. 153. Məsələn, nənəyə yönlük hal artırsan belə tələffüz olacaq. Nəni, görsən buradakı ə oldu, i. Açıq qapalı keçdi. 153. Cümlələrin birində qeyri-müəyyən təsiri halda olan isim işləmişdir. İsim. 153. Mənim vətənim günəşin doğduğu bir ölkədir. Burada heç bir şey yoxdur. Qeyri-müəyyən təsiri yoxdur burada. Türkiyəyə qayıtmaq üçün təyyarəyə bilet aldım. Təyyarəyə bileti aldım. Qeyri-müəyyən təsiri var. 154. Hansı hallara çiçək və daraq sözlərinin sonundakı k-qı samitləri y və q samitinə keçər? Mən bilirsən ki, k-dan sonra sait gəlsə, bərabər olur y-yə. Q-dan sonra da yenə sait gəlsə, bərabər olur x-yə. Düzdür? Sənə lazım ki, sait olsun. 154-də sait seçsəksən, adlıqda bir dəqiqə. Keçməz, keçər, keçər. Əvəz olunar, düzdür? Əvəz olunarsa nə edəcəksən? Saiti axtaracaqsan. Adlıqda yoxdur. Yeğlikdə sait var, yönlükdə sait var, təsirlikdə sait var. Bunlar samitləndi. Demək 2, 3, 4 olacaq sənin cavabın. Müəllim adlıq gəlsən olar. Bunların sonra heç nə gəlməyən də x-lik olacaq. 2-dan sonra heç nə gəlməyən də x-lik olacaq. Q-dan sonra heç nə gəlməyən də x olacaq. O yüzden cavabın olur elə 2, 3, 4, 155. Bu bir növ fonetikaya dayanır bu sual. 155. Qonşu payı qarın doyurmaz cümləsindəki isimlərin hallarını müvafiq ardıcılıqla müəyyənləşdirin. Qonşunun payı yeğlik.
bu payı olacaq mənsubiyyət. Ona görə adlıq halda sayılır. Qarnını doyurmaz təsirlik. Yiyəli adlıq təsirlik. 2, 1, 3. 156-ya baxırıq. Nümunədə fərqləndirilmiş sözlər hansı sözlər adlıq haldadır? Çomamız meşənin, bizim çomamız adlıq haldadır. Meşənin qalın yerində bu yiyəlikdir. Dağda salamlardı hər günü babam, mənim babam. Gün təsiri haldadır. Odun daşıyardı, odunu daşıyardı. Daşıdı həyatın yükünü, bu da təsiri haldadır. Deməli, nəsə istəyəməlim? Çomamızla babam. 1-lə 4. Neçənci sual idi bu? 156. 1-lə 4. 157. İki cür yazılan hal şəkilçisində düzələn isimlərin ümumi cəhətlərini müəyyənləşdirin. İki cür yazılan hal şəkilçiləri ilə düzələn isimlərin ümumi cəhətlərini müəyyənləşdirin. Cümlədə mübtəda olurlar. Müəllim, iki cür yazılan məsələni tutaq ki, yönlü hal iki cür yazılır. Düzdür, bu mübtəda olmur, axı bunu çıx. İki cür yazılan hansılardır müəllim? Yönlükdür, düzdür. Təsiri çıx. Sonra yerlikdir, yerlik. Bir nədir? Bir də çıxışlıqdır. Düzdürmü? Adlıq hal çıxmışıq, onsuz da halı yoxdur. Yiyəli ilə təsiri çıxmışıq. Onlar 4 cür yazılır. Cümlədə tamamlıq olur, götürə bilərsən. Təyin olunur, mən bunu çıxa bilərsən. Zərflik olur. Zərflik ola bilər. Xəbər ola bilər. Deməli, müəllim, söhbət nədən gedir? Yönlük, yerlik, çıxış xalan. Bu da tamamlıq, zərflik, xəbər olacaq. Ona görə düzgün cavabın 2, 4, 5 olacaq. 158-ə baxırıq.